Bismillahirrahmanirrahim. Biz insanlar uzun arzularla yaşayırıq. Amma dərk etmək istəmirik ki, uzun arzular etmək, uzun arzularla yaşamaq bizlərin özümüzə ziyan vuran bir şeydir. Yalnız miqdarında olan arzu və ümid bəyəniləndir. Uzun arzuların ziyanı barəsində Əli əleyhissalam buyurmuşdur. Arzusunu uzadan kəs əməlini pisləşdirib. Çünki uzun arzu axirətdən qafil olmağa və əbədi həyat saadətindən məhrumluğa səbəb olur. Amma miqdarında olan arzu və ümid, varlıq bəyəniləndir. Allah həmd eləyir öz İzzət-i Cəlalına bizləri bəyənilən şeyləri yerinə yetirən kəslərdən qərar versin. İnşallah.